Bu günləri 28 may 2025-ci il gəlmişik Qazax rayonunun Çaylı kəndinə. Bu ərazimizdə Sakata şirkətinə məxsus olan Şəmkir Aqronun təqdim etdiyi 55-60 günlük olan kələm çeşidimiz Monaliza F1 çeşidini göstərirəm sizə. Deməli, Monaliza F1 çeşidinin toxumu səpilibdir. Mart ayının 17-sində ştilxanada toxum səpilib. Aprel ayının 26-27-si arası ştil kimi sahəyə köçürülübdür. Yəni 40 gün arasında ştil tam formalaşıb və sahəyə köçürülübdür. Bu günlərdə may ayının 28-idir. Hardasa 32 günlük olan çeşidimizin, kələm çeşidimizin bütün formalarını sizə göstərəcəm. İnşallah satışda olacaq, hazır olacaq iyun ayının 15-i 20-si arasında. Monaliza F1 çeşidimiz çəkisi deməli 1 kilo 8, 2 kilo yarım arasında olur. Bu günləri maşallah göstərirəm sizə. Bütün ştillərimizə baxın, hamısı eyni qaydada bükümlər, çox standart, gözəl bir səviyyədə bükümlər gedir. Heç birində yəni ləngimə yox, bir şey yox. Tam rahatçılıqla bükümlər gedir yəni maşallah. Allah xeyri bərəkətli eləsin, xeyirli olsun. Bax, bütün çeşidlərimizə belə ştillərimizə baxın. Eyni qaydada çox normal bir şəkildə bükülür. Monaliza F1 çeşidi Sakata'nın 55-60 günlük olan kələm çeşidlərimizdir. Keç bu bir cərgəmizə. Allah xeyir versin, xeyri bərəkətli olsun. Gəl, buradan görsət bükümləri də. Bax. Bütün ştillərdə bükümlər eyni qaydadadır.